Bir daha salamlayıram sizi əziz dostlar. Dəhşət saçan bir olayı diqqətinizə çatdıracağım. Xəbər verdiyimiz kimi Ağcabədi rayonunda 6 yaşlı uşaq naməlum şəxslər tərəfindən bıçaqlanıb. Allah bunu bıçaqlayanların bəlasını versin. Manşet az bildirir ki, bıçaqlanan 1-ci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayon Aşağı Afşar kənd məktəbinin direktoru Elşən Quliyevlə əlaqə saxlayıb. Manşet xəbər portalı o bildirib ki, məktəbli hazırda xəstəxanadadır. Qeyd edib ki, valla bütün rayonda mətal qalıb, hamı şokdadır. 6 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavət ola bilər? Axşam saatlarında 2019-cu təvəllüdlü uşaq evlərinin yanında oynadıqları yerdə bıçaqlayıblar uşağı. Uşaq bıçaqlanan vaxtı onun qardaşı da yanında olub və hal-hazırda bıçaqlayan şəxslə bağlı hüquq mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan vaxtı öz qardaşı da yanında olub və direktor qeyd edib ki, uşağın yanına gedib ağır əməliyyat keçirib, uşağa nə az nə çox düz 19 bıçaq zərbəsi olub. İlahi, bu necə bir dəhşətdir? 6 yaşlı uşağa 19 bıçaq zərbəsi vuran adamı mən bilmirəm nə etmək lazımdır. Mən bilmirəm bunun barədə nə şərh verim həqiqətən. Yəni biz bu qədər bir millət olaraq vəhşiləşdik. Yəni 6 yaşlı uşaqla nəyin ədavətini eləmək olar? Bu necə bir dəhşətdir ilahi? İlahi, mənə dözüm ver. Yəni mən bunu xəbəri də bilmirəm necə çatdırım. Çox sağ olun.